Herkese salam, mən Mehman. Bugün bir dəqiqə. Damdayam. Təzə tikilmiş damımızdır. İnşaat alanı videomu baxanlar bilər. Toyuq damızardır. Boş verin siz orasını. Olayımız bu damda biraz qalmaq, nə qədərdir qalacağam. Mən də bilmirəm. Neyniyəcəyəm? Mən də bilmirəm. Bilmirəm. Saçım uzanıbdır. Bir ara aldırım ya üstünü. Üstündən biraz aldırım. Bir də saqqalımı biraz tıraş etsəm yaxşı olacaq ya. Ay. Yaxşı da başa düşdük. Sabah olubdu hava 2-də 1-də. Bu arada hazır telefona baxmışkən yeni Discord sunucumuz açıldı. Doğu Türkistan. Pix oynayacaq. Bir dəqiqə. Doğu Türkistan sunucusunda toplam 8 üye var indi. 8 üyenin bir dəqiqə göstərim. 8 üyenin ikisi bot, üçü botdur, qalanı insandır. Bir de Rolver var. Rolver Cumhurbaşkanı yardımcısı, Başbakan yardımcısı, Bakan, Milli Savunma Bakanı, Dışişleri Bakanı, Teknoloji ve Yazılım Bakanı, Kültür Turizm Bakanı, Yüksek Seçim Kurulu Başkanı, Genelkurmay Başkanı, Genelkurmay Başkan Yardımcısı, İletişim Başkanı, Kara Kuvvetleri Komutanı, Deniz Kuvvetleri Komutanı, Maraşel, Geliştirici, Polis, Büyükelçi, Elçi, Ressamcı, Gazeteci, Orgeneral, Korgeneral, Tümgeneral, Tuğgeneral, Albay, Yarbay, Binbaşı, Yüzbaşı, Üsteğmen, Teğmen, Asteğmen, Ast subay, kademi, çavuş filan. Option linki də buraxar mıyam? Buraxaram. Siz də qatılarsınız, maraqlı olar. Yaxında Pix'də Doğu Türkistanı quracaq. Məncə maraqlı olar ya. Bu arada müttəfiqlərimiz də var. Yəni çox da elə yalnız olmayacağız. Yalnız kurallar burada belirtilir zaten. Saygılı olmaq filan. Bir de oylama zar da olacaq. Bir de Pix kurulduktan sonra Cumhurbaşkanlığı seçimi filan da olabilir. O yüzden yani. Muhtemelen 2 parti olacaq. 2 partiden birisi mənim partiyam. Digərini də bilmirəm. Muhalefət olacaq ama muhtemelen 2 partili bir seçim olacaq. Neyse, kısacası durum belədir. Neyniyəcəyik? Vallah mən də bilmirəm. Normalda evlədiklərim indi telif məsələsindən ötürü çox edə bilmirəm. Telif məsələsi dediyim, normalda yapay zeka ilə danışıram, yaxud anime falan izləyirəm, YouTube videosu izləyirəm, kino izləyirəm, amma burada səs gəlsə belə telif yeyə bilərəm. Bu arada telif demişkən, sizə anlatmış idim bir videoda da, yenə də anlatayım. İlk dəfə şikayət yediyimdə gərəksiz yerə şikayət yedim. Mən də şikayət edərək axırda suçsuz çıxdım, amma videoyu da sildim daha. Yəni geriyə də qayıtmadı. 14 izlənmiş bir videoydu deyə sildim. Neysə. Qısacası olay oradaydı ki, mən oyunda Age of History 2'də Mısırla oynuyordum. Kudüs'ü almış idim. Daha doğrusu Kudüs'ü alacaq idim diye orada da bir cümle demişəm. Kudüs məsələsi olmayacaq, çünki Kudüs Mısır'a keçəcək. YouTube yanlışlıqla bunu, YouTube'un yapay zekası, algoritması bunu səhv başa düşdü. Daha doğrusu gerçək başa düşüb, oyunla əlaqəsi yoxdur diye düşünüp siyasi bir fikir zannedip banlamış o videoyu. O film
iştirafladı. Məni də sarı istəyizlər aldı. İlk dəfə olduğu üçün maruz gördüyünüzlər dedi. Mən də axırda şikayət videoyu sildim. Yox, birinci onun dediyi hər şərtə əməl etdim və şikayət də etdim və videoyu da sildim. Amma 14 izlənmiş videoydu deyə çox dərd olmaz deyə düşündüm. Videoyu da sildim. Sonra iş elə yerə gəldi ki, mənim xeyrimə çıxdı cavab. Yani mən suçsuz idum və bu da YouTube tərəfindən təsdiqləndi. Sarı vərəqədə qalxdı beləcə. Hə, demək istədiyim bu idi. Gələsək YouTube məsələsinə. Uzun vaxtdır ki YouTube-a ara vermişəm və düzünü deyim, etiraf dedim. Açıqcası indi YouTube-u lap boşlanmışam. Çünki başara biləcəyim bir hədəf qalmadı. Və maraq da çox qalmadı deyə bilərəm. Çünki 1000 abunə oldum. 5 ildir, 5-6 ildir ki YouTube'dayam. 1000 abunə də olmuşam. Yeni bir hədəf çətin görünürdü. Bəlkə eyni içərik xəttində başlayarsamsa yüksələ bilərəm. Amma algoritmayı tutmaq çətin olacaq. Digər məsələ də mənim izlənmələrim azdır. Çünki yaxşı da başa düşdük, ay xoş. Çünki izləyənlərin hər birisi, abunələrin hər birisi ayrı məsələdən ötürü abunə olmuşdu. Özü də mən böyüdükcə abunələrim də böyüdü. Mən o vaxt oyun açsam daha çox izlənər, amma indi açsam daha az izlənər. Daha az abunə izləyəcəyi üçün video daha da aşağıya düşər. O yüzden videoyu bəyənin abi. Biraz algoritm məni keyfləndirin. Algoritmaya geri dönüm. Maşında qalma videosunuza bəlkə təkrarlayaram ya. Ya da qaranlıq otaqda qalma. Zaten qaranlıq otaqda qalmayı edirəm prinsipi olaraq. Və yeni alışkanlıqlarım da var idi. İndi biraz boşanmışım o hobilərimi də. Yeni hobilərim də soyuq duşla şeydir. Neydi onun adı? Gecə qaçışı. Yaxşı da 3-cü Dünya müharibəsinə çıxdılar bizim küməs hayvanları. Neyse, ne edəcəyimi də bilmirəm. Eləcə boş-boş danışıram. Bəlkə də boş-boş deyildir ya. Özü də məktəb də qutardı. Yeni bir hədəf tapmalıyam özümə. Məktəb yoxdur. Amma əylənəcək bir qrupda tapasıyam özümə. Cəzəsiyəm ama nə verim baba. Bu arada Trendyol'dan yine siparişler vermişim. İndi onların gəlməyini gözləyirəm. Onun da videosu gələrmi? Bəlkə də gələr yəni, bəlkə də. Mənə qalsa 78% çəkif ataram ama bilmirəm. Ayda məzun oldum. Daha dünən məktəbə başlamış kimi hiss edirəm özümü. Zaman nə tez axır. Bu videoyu attım. Bir müddət sonra bu videoya dönüb baxanda deyəcəm ki, vay, dünən kimi idi, məzun oldum. İndi saçım başım ağarıbdı deyəcəyim möhtəmələn. Ah. Ah, nerede o bizdəki eski neşə. Gəlsə mən eskidən daha səssiz kənarda duran idim, amma keçmişdə səssiz və kənarda yaxşı da toyuq. Burada bir söhbət edirəm abunələrimlə. Allah. Toyuq yox, xoruz. Toyuqlar ötmür idi doğuya. Neysə. Ofşim, nə deyirdim mən? Gözlə görüm. Nə deyirdim? Yadımdan da çıxartdı. Ay. Ofşim, hər kəs böyüdü ya. Hə, deyirdim ki, eskidən səssiz olmasaydım, indi bu qədər nətəri deyim, biraz daha özümü aça bilməzdim da, bu qədər daha özümü inkişaf etmiş kimi apara bilməzdim da.
Özü də hər kəslə aramı yaxşı tutmaq da yaxşı bir şeydir. Bu videoda sizcə neçə dəfə xoruz banlayıb? Yorumlarda tapıb yaza bilərsinizmi? Həqiqətən çox maraq etdim. Bu arada videoyu buraya kadar izleyen herkese teşekkür ederim. Oy. Discord'dan yaman mesaj gelir. Ah, nerede bizde çoğu eski neşe. Vay be, lahmacun be. Demokratik Kong. Sonra da deyərəm yaddaş niyə doğubdu. Dərslə əlaqəli olanları məktəb vaxtı heç vaxt silmirdim hardasa. Yaxşı, daha başa düşdük. Bir də yaman proqram yüklüyüb silmişəm. Yəqin onun da etkisi var. Ay. Uzun saçla yayda durmaq olmur. Bütün tərlədi. Yaxşı, başa düşdüm. Bu karakteri tanıyorsunuz mu? Bir de. Eski Mehman TV izleyicileri bunu tanıdı. En kötü serilerimden biriydi. En kötü serilerimden biri. Her de tanımayanlar varsa hansı şəkil göstər. Həqiqətən ən kötü serilərindən birisidir bu ilk adam ya. Oy. Al. Size bir şey soracağım. Telefonunuzda ne kadar indirim var? Mesela YouTube'dan. Mesela ayda burada internet yoktu. Mesela benim bu telefonumda ilk telefonumda bile yaddaşı dolur diye az indirim götürür. Ona rağmen 100 neçə dənə var. 136 zarı var. O birisində hələ daha çox var. 200 dənə zar bu çəkim etdiyim telefonda. Bu çəkim etdiyim telefonda. Ay. Bu arada bir mikrofon almışdım. Onu da işlədə bilmədim. Onun ağasıyam, hələ də bilmirəm. Bir de kamera zar da almak istedim ithası. Henüz YouTube'dan da pul kazanmıyorum. Orası da var. İlk başta YouTube'a hobi olarak başladım ama ne bileyim bir yerden sonra YouTube'dan pul kazanmak ister yani insan değil mi? Sen mi düşünürüm? Yaxşı, daha başa düşdük. Ama belə baxanda benim videolarım çok izlenmir. Özü də ki də. İçəriklərim də çox elə keyfiyyətli deyil. O yüzden çok yaxşı başa düşdüm. Daha xoruz. Çox bir şey də etirazım da ola bilməz. Çünki yani özümü digər YouTuberlərlə də qarşılaşdırıram. Lap böyük
YouTube evləri keçdim. Azərbaycanın ən böyük YouTube evlərini də keçdim. Sadəcə bəzi məndən az abunəli olan kanalların editi mənimkindən belə yaxşı olur. Möhtəmələn ayrıca yaxşı içərik tutub, yaxşı içərikdən tutub bir içərik üzərindən tez yüksəlirlər. 2026 kanallarının çoxusu mənim 5 illik, 6 illik kanalımı keçdi abunə sayısınca. Bu gayet normaldırmı? Normalda soruşsanız bəlkə də normal deyil. Çünki mən 5 ildir ki, 6 ildir ki YouTube'dayım, amma onlar 1 ildir ki YouTube'da. Bəlkə də bir neçə ay. Amma bir şey net. Mən fərqli içəriklər ürətdim. Onlar eyni içəriyi ürətdilər. Onlar kitvəyi daha yaxşı idarə etdilər. O yüzden daha tez böyüdülər. Bildiyim qədər YouTube'da 2 növ var. Bir kemik kitvə, bir də gəlib keçən kitvə. Amma bir şey var ki, YouTube'da kemik kitvə səni izləməlidir, sənə bağlanmalıdır. Mənim kemik kitvəm fərqlidir axı. Bəzisi oyundur, bəzisi oyun üçün abunə oldu, bəzisi kanal incələmə üçün abunə oldu, bəzisi əyləncə içəriyi üçün abunə oldu. Bəzisi eleştiri üçün abunə oldu. O yüzden yani məndə sabit bir izlənmə olmur. Məsələn sadəcə strateji oyunları ya da əyləncə içəriyi olsaydı daha tez böyüyə bilərdim bəlkə. Azərbaycanda olmaq böyük bir dezavantajdır mı? Az YouTuberi olmaq? Məncə hə. Amma evə də çox dezavantaj sayılmaz. Çünki başqa ölkələr, bəzi ölkələr bizdən də az əhaliyə sahibdir. Bizdən də çətin YouTube'a sahibdir. Azərbaycanda TikToker olmaq, YouTuber olmaqdan daha asan gəlir mənə. Amma TikTokerlər də YouTube'a keçə bilir. Və böyük bir kitvə tuturlar onda. Çünki Azərbaycan əhalisinin çox böyük bir qismi TikTok'a baxır. Bəziləri Facebook'a baxır, mən də daxil, amma çoğunluqla yaşlı nəsildir Facebook'da. X platformunda zaten çoğunluqla siyasətçilər var. Discord, nə bilim, qruppa var, Discord'da kitvə yığmaq çox çətindir. Kit heç yoxlamamışam ya da Twitch'i. Tam yoxlayamamışam, amma orada da iş çətindir. Yayıncı olmaq YouTube'da video çəkməkdən bəlkə daha çətin ola bilər. Çünki yayıncı olsan hər şeyindən kamera qabağındasın. Daha doğrusu özü də ki də yayınlarda daha toksik kitvə olur YouTube'a nisbətən, mən bilən qədər. Özəlliklə Twitch'də. En azından mənim düşüncələrim budur. Səhvim varsa deyin. Mən də qəbul edərəm. Səhvini inkar edəcək deyiləm yani. Azərbaycan vətəndaşları, baxın, bu xəritədə yaşıl yerlər Azərbaycan pasportu ilə gedə bildiyiniz ölkələrdir. Rusiya, Qazaxıstan, Çin, Özbəkistan, Qırğızistan, Tacikistan, Tanzaniya, bir dənə krallıq var Cənubi Afrikanın içindəki də. Butan yox, nə Butanı çaşdım. Albaniya var, Bosna Hersek var, bir də Sırbistan var, Serbiya var, Kolumbiya, Ekvator, bu nədir? Suriyelanma oxşur, yəqin Suriyelanma olasıdır. Hindistan, Azar da mavidir, yəni viza tələb edirlər. Amma hasanlıqdır. Vaxt getməsi sarı, yəni biraz daha çətin, amma yenə də imkanı olan ölkələr Kenyadır, Şri Lankadır, Madagaskarın üstündə bir adalar qruppası var, oradır. Fil dişi sahibidir. Lap çətin olanları say qutarmaz, amma iki dənə önəmli olanını deyim. Şimali Koreya, Cənubi Koreya, Japonya, Avropa Birliyinin hardasa tamamı,
Avropanın hardasa tamamı. Ukrayna, Moldova, Belarus, Rusya, Serbiya, Bosna, Hersek diyeyim ben. Onun Azərbaycancasını bilmirəm adını. Bir də Albaniya, obşim keçiş sərbəstdir. Qalan Avropa ölkələrinə giriş imkansızdır. Amma Azərbaycan vətəndaşı olaraq mənim bu xəritədən gördüyüm getməsi ən mümkün olan ölkələr Qazaxıstan, Özbəkistan, Çin, Rusiya, Ukrayna, Belarus, Türkiyə və İran. Bu arada niyəsini bilmirəm, amma Ermənistana da yaşıyordu. Azərbaycan pasportu ilə Ermənistana getmək olurmu ki? Məncə olmaz ya. Yine də bir öyrənim. Ya videoda nə qalacağımı bilmirəm. Sizinlə pasport söhbəti də edirəm. Ayda. İnternet yoxdur, yenə unuttum. Burada internet çəkmir. Zor bəla. Bir də ayda. Allah bilmirəm. Bir də sabah ya, Qarabağın prime dönəmi sanırım qapandı ya. Amma əlbət bir gün yenə parlayacaq Qarabağ, amma indi sabah daha çox parlayır deyəsəm. Hardan söhbət açacağımı bilmirəm. Pasportdan nə tər futbola gəldim heç özüm də bilmirəm. Neyse o zaman ya. 24 dəqiqəlik dolsun, videoyu qapatıram. Ya da 22.